Konstitusiya və suverenlik ili çərçivəsində Ağcabədidə ağac əkmə aksiyası davam etdirilir. Növbəti belə aksiya aprelin 5-də Mingəçevir-Bəhrəmtəpə magistral yolunun 106-cı kilometrliyində Aşağı Afşar kəndi ərazisində keçirilib. Aksiyada Ağcabədi rayon icra hakimiyyətinin başçısı, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər. Burada 300-ədək eldar şamı ağacı əkilib. Qeyd edək ki, rayon ərazisində yaşıllıqların artırılması məqsədi ilə bu kimi tədbirlər davam etdiriləcəkdir. Ağac əkmə aksiyasından sonra rayon rəhbəri aidiyyəti şəxslərlə birgə rayon ərazisində yeni park salınması nəzərdə tutulan əraziyə də baxış keçirib, burada planlaşdırılan işlər haqqında müəyyən fikir mübadiləsi aparılıb.